Ye. İştaham yoxdur. İştahan yoxdur, yoxsa inamın? Zəhər qatmamışam. İndi arxayın yeyə bilərsən. Qorxma, ölməzsən. Rahat ye. Niyə boş-boş danışırsan? Nə iştahın var, nə də sənin cəfəng sözlərinə qulaq asma həvəsim, get. Get, mən tək qalmaq istəyirəm. Tək qalıb evimizi necə xaraba qoymağı fikirləşmək istəyirsən? Onsuz da xarabaya dönüb, sən körsən, görə bilmirsən. Mən köram, karam, qanmazam. Sən ki belə deyilsən, onda öz gördüklərini bizə də de. Mən öz evimdə zindandayam, qadın, başa düşürsən? Ayaq yoluna gedəndə də Muxtarın xəbər olur. Bundan böyük əzab. Zindan bu evdən yaxşıdır. Bəs görək, günah özündədir. Mən günahkaram, yoxsa sən? Gedib özünü Muxtarın ələğı altına attın. O qədər yalvarıb yaxardın ki, nəhayət qürurumu sındırandan sonra Əmir Muxtar canımı bağışladı. Deməli, tərslik və inatkarlığının səbəbi Muxtarın bizə verdiyi ammannamədir. Ay, kaş ki öləydim, bu sınmış qürurunu görməyəydim. Əgər bir kişinin qüruru çat verərsə, qeyrəti nəm çəkər qadın. Başa düşürəm. Kufə qadınlarının səni daşladığı gün yadındadır? Nə qədər yalvardım, Ömər, gəl Kufəni tərk eləyək. Qeyrətin nəm götürməsəydi Kufəni həmin gün tərk eləyərdin. Deməli, qüruru parça-parça olmuş kişini yaxşı anlayırsan, elədir? Mən ağ geyimli qanadlıları gördüm ki, səmadan yerə enmiş, şeytan ordusuna hücum edib, onları bir an içərisində məğlub etdilər. Bu sözlər Muxtarın yeni fırıldağıdır. Yaltaq bir şairin sözləridir. İndi Kufə bazar və küçələrində ağızdan ağıza gəzir. Muxtar hətta şairə bəxşiş də verib. Bu yalancı peyğəmbərlik iddiasına düşüb. Kaş nizəni sancıb ona fürsət verməyəydim. İraqın yandırıcı günəşinin nəticəsidir ki, beyni qaynadır və ağlı yandırır. Yoxsa hamımız Muxtara fürsət verməyin yanlış olduğunu bilirdik. Nə oldu həkim? Bu ayaqdan ayaq çıxacaq, yoxsa Mərcanə oğlunun ayağı kimi əbədi axsaqlığa məhkum qalacaq? Özünüz də baxa bilərsiz. Həmin qorxulu və irinli yaradan indi xırda bir cızıq yeri qalıb. Doğrudan. Qorxmayın. Gözlərinizi açıb nökərinizin möcüzəsinə tamaşa eləyin. Çox sağ olun həkim. Əliniz İsa'nın əli kimi şəfalıdır. Özünü öymək kimi çıxmasın şeyx. Bu zəhərli yaranın çarəsi yalnız soyuq torpaq idi. Nökərinizin zəhərli məlhəmləri zəhərə qalib gəldi. Yəni, deyirsiz, yenə də əsassız gəzə bilərəm. Sizin ayağınız anadan gəlmə ayaqdan da sağlamdır. Bundan sonra çəyirtkə kimi atılıb düşə bilərsiz. Görürsən İbn Əsəs?
Ben Qeyrərəbin vurduğu yadıya qalib gəldim. Allaha min dəfə şükürlər olsun ki, Şimrə ayağının özündən əvvəl qəbrə girməsinə imkan vermədi. Özü də bir Qeyrərəbin qılınc yarası ilə. Bu ayaq İranlı Kiyanın sinəsini çatlatmayınca Şimri bağışlamaz. İranlı Kiyandan intiqam almağa fürsət çoxdur Şimr. Ayağının yarası hamımız iflic eləmişdi. İndi ki sağalırsan, vaxt itirmək olmaz. Muxtarın bəlası an-ba-an bizə yaxınlaşmaqdadır. Mən hazıram. Dostlara xəbər ver. Elə bu gecə Küfəni tərk edirik. Mənim xəbər verməyə Muxtar kimi mələk qanadlı qasidim yoxdur. Bu gecə yox, cənab Şimir. Dostlara xəbər vermək üçün ən azından bir gecə gündüz vaxt istəyirəm. Vaxtı itirmədən tərpən. Muxtarın güclü ovçu olduğunu bilirsən. Yaxşı, həkimlərin həkimi. Danışdığımız kimi bunu da götür. Halal xoşun. Bu mərhəmətinizi nə ilə qazanmışıq? Tibbi savadının zəhmət haqqısıdır. Bəs canımı təhlükəyə atmağımı qiymətləndirmirsən? Şimrin yatağına gəlmək, özü də Muxtarın bütün Küfəyə hakim olduğu dövrdə neçəyə dəyər şeyx? Həm də bu zəhmətimin əvəzi deyil. Siz tezliklə Küfəni tərk eləyəcəksiniz. Mən və məni əbədi olaraq təhdid edən ittiham qalır. Əgər Muxtar Hüseynin qatilinin mənim əlimlə müalicə olunduğunu bilsə, əvvəlcə əllərimi kəsər, sonra isə başımı tikə-tikə doğrayar. Həkim haqlıdır, cənab şeyx. Həkimin işinin qiyməti yoxdur. Nə qədər versən də, yenə də borclu qalırsan. Həkim can, sən mənim canımı xilas edibsən. Bu xırda iş deyil. Mən də bunu dəyərləndirməyəcək qədər insafsız deyiləm. Müalicə qarşılığında canımı da istəməyəcəksən ki, ha? Bu nə sözdür deyirsən? Mən əgər canını istəsəydim, səni müalicə eləməzdim, şeyx. Nə qədər istəyirsən? Sizi insafınızın öhdəsinə buraxıram. Qiyməti özünüz təyin eləyin. Gözüm üstə. Bu evin sərdabəsində ağlıma gəlməyən qədər qızıl var. Muxtarın əleyhinə bir qoşun çıxaracaq qədər. Gəl böyük həkim, gəl görüm. Gəl. Uf, necə də üfunətlidir. Çox güman təliyə düşən siçanların ölüsüdür. Bu sərdabə qızıl aparan siçanların ölüsü ilə doludur. Buyur həkim. Bu da qabla kəndir. Gördüyünsə söz verdiyim xəzinədir. Bu quyudan nə qədər dartıb çıxara bilsən sənin olsun. Bu ki Fironların sərdabəsidir. Əsl sərdabə qızıla görə insanı sözünün üstündə durmamağa sövq edən tamam. Şeyx, siz verdiyiniz bircə qızıl kisəsi də işimə görə çoxdur. İcazənizlə. Hara həkimcan?
Məni soymağı düşünürdün. Sözünün ağası ol. İstəmirəm cənab Şimr. Sizin mənə zəhmət haqqı olaraq verdiyinizi də sizə qaytarıram. Bu zəhmət haqqı sənin varislərin üçündür, həkim. Şimr yetim malı yeyən deyil. Axı mən səni xilas elədim Şimr. Mən öldürməyin insafdandır. And olsun Allaha insaf deyil. Namərdlik və zülümdür. Elə isə icazə versəz, mən çıxıb gedərəm Şimr. Cəzanı eşit sonra. İbnəşəs, sən qəzabı qədər eldini yaxşı bilirsən. Onun cinayətini söylə ki, Şimrin insaflı olduğunu görsün. Təbib öz aləmində Şimrin var dövlətli adam olduğunu düşünmüşdü. Ürəyindən keçirirmiş ki, həm sükut, həm də müalicə haqqı olaraq bir kisə qızıl almaq olar. Onu yaxşı soyduqdan sonra isə keçi qiymətinə muxtara təhvil vermək olar. Tələs Şimr, vaxt azdır. Təbib də çoxdan gözləyir. Eşitdiyimə görə həkimlər ölüm və ölü görməkdən qorxmurlar. Qorxma həkim, çox çəkmə. Rəhm elə Şimr. Mənim bir sürü yetimim var. Hal-hazırda Küfədən çıxmaq üçün ən etibarlı yol əsas darvazadan keçir. Əsas darvaza? Axı bu mümkün deyil Şimr. Qapıların ətrafında əskərlərdən əlavə bizi tanıyacaq mülki geyimdə çoxlu xəfiyyələr də var. Niyə şoranlıq yolu ilə getməyək? Küfə şoranlığında Əbu Ümrə Kiyan kimi hörümçək torquraraq ovunu bəhbəhlə gözləyir. Mən Küfə şoranlığını əlimin içi kimi tanıyıram. Əmin ol, mənim tanıdığım yolu heç cinlər də tanımır. Muxtarın adamlar da elə o cür düşünür. Onlar şəhəri gizli yolla tərk edəcəyimizi gözləyirlər. Ona görə də düşməni aldatmalıyıq. Əsas darvazadan çıxmağımızı heç kim gözləmir. Kimdir orada? Əzraildir. Gəlmişəm ki, yağlı kəlləni qazana salıb bişirib, muxtarın qonaqlığına aparım. Sənsən Sənan. Aç qapını yabı, mənəm dərbədər olmuş. Bu nə qiyafədir? Biz sənin kimi gönlü qalın deyilik kanadan gəlmə görkəmimizdən üz döndərək. Dərimizi atdıq ki, özümüzə oxşayaq. Bura gələrkən sizi heç kəs təqib etmədi ki. Heç kəsin bu görkəmlə işi yoxdur Şimr. İnan mənə, muxtarın özü də bizi görsəydi tanımazdı. Elə bu cür xəyallarla özümüzü alladıb bu günə düşdük. İnanın mənə muxtara qalsa, qaranquşlara da bizə olamağı tapşırar. Niyə küfür danışırsan, dəvə? Nə kimsə başında 2 qazan olan bizdən şübhələndi, nə də kimsə bizi təqib elədi. Keçək əsas məsələyə. Nə vaxt yola düşürük? Sabah Xoruzbanında Küfədən otlamağa aparılan sürü ilə birlikdə şəhəri tərk edəcəyik. Bə!
Ömər. Muxtar müxaliflərinin üsyanından sonra bütün əhdnamələri pozdu. Nə böyüyə rəhm eləyər, nə də kiçiyə. Nə qədər ki, gec deyil başına çarə qıl. Mən onun əleyhinə qaldırılan üsyanda iştirak eləmədim. Hər nə eləyibsə Şimirlə şəbəs eləyib. Bir də o mənə yazılı amannamə verib müsəlman. Sən doğrudan Muxtar Səqəfiyə inanırsan? Səndən heç gözləməzdim. Muxtar həmin amannamə ilə ən qatı düşmənlərindən birini meydandan uzaqlaşdırmaq istəyirdi. O da alındı. Səmimi deyirəm, Ömər. Arvadın səni allatdı. Sənin bugünə düşməyinin əsas səbəbi qardaşı ilə anlaşmaya gedən xanım cariyədir. Əbu Vəqqasın oğlunu qoca qarlar kimi evdə otuzdurdu. Sən meydana çıxsaydın, Muxtarın qiyamı qələbə çalmazdı. Mən hardan bilim ki, Muxtar səni bura mənə aldadaraq əhdimi sındırmağa razı salmaq üçün göndərməyib. Məni səfə hesab edirsən, mən Muxtarın əlinə bəhanə vermərəm. Mən bura kəsdiyimiz duz çörəyin xətrinə gəlmişəm, Ömər. Bugün Muxtarın məclisində idim. Dostlarına söylədi ki, sabah qabana bənzəyən bir nəfəri qətlə yetirəcəm. Qəlbiniz də bundan şad olacaq. O sənin əlamətlərini deyirdi, Ömər. Özün bilərsən. Hara gedirsən, Ömər? Qəbirstanlığa. Çömbəlib sənə tamaşa eləməkdən bezdim artıq. Şeytanın uzun qulağından yerə in. Dostlarının sözlərini aldanma. Onlar sənin Muxtarla kəllə-kəlləyə gəlməyini istəyirlər. Muxtarın mənlə kəllə-kəlləyə gəlməyə cürəti çatsaydı, bu qədər səbr eləyib götür-qoy eləməzdi. O məni hiyləgəri ilə məğlub eləmək istəyir. Mən qardaşım Muxtarı yaxşı tanıyıram. Onun əhdinə sadiq olmaması qeyri-mümkündür. Çərənnəmə. Səhər axşam da qardaşım deyib durma. Bir də təkrar eləyib başıma vursan, dilini kəsərəm. Ömər, and olsun Allaha. Əgər əhdini pozsan, Muxtara xəbər verib səni rüsva eləyərəm. Vaxtın alsa, buynuzlu və quyruqlu qardaşına xəbər verərsən. Mənim bugünkü vəziyyətim sənə etimadımın nəticəsidir. Sən qardaşın Muxtarın qurduğu tələnin yağlı tikəsi idin. Deyəsən başın xarab olub. Bu nə sözü deyirsən? Sən və Muxtar eyni bezin qırağısınız. Siz hər ikiniz mənəmlik aşiqisiz. Sizə yalnız əsl axmaq inana bilər, bildin? Cavanlıq dövrümdə sənə olan eşqim artıq nifrətə çevrilməyə başlayıb. Elə mən də uzun müddətdir boğazımda ilişib qalan bir sözü sənə demək istəyirəm. Sən heç vaxt mənə aşiq olmamısan, Ömər. Sən qardaşım Muxtarın əl-qolunu bağlamaq üçün məndən evlənmisən. Əvəzi olan şeyə görə şikayət eləməzlər. Sən də məni məşhur və qüdrətli olduğuma görə seçdin. Mənim özümə görə yox. Sən ərəb qadınların fəxri olasan deyə Əbu Vəqqasın oğlu Öməri seçdin. O vaxt kör olmuşdum. Şoranlığa dəm səpdiyimi görmürdüm. Bəsdi cariyə. Keçmişi qurdaladıqca daha pis qoxu verməyə başlayır. Sən şah arvadı olmaq istəyirdin. Mən sə rəqibimi üstələməyi. Qəbul eləyirəm. Təhlükəli oyun oynamışıq. İndi də altını hər kimi çəkirik. Neynirsən, Ömər? Boğaz kəsinəm. Muxtarın ustası olduğu işi görürəm. Muxtara dərs vermək üçün sənin nazik boğazını üzəcəyəm. Necmə! 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 Ümmü Harif! Uşaqlarım hanı? Hardadır uşaqlarım? Balalarım hanı? Uşaqları dayılarının qorxusundan öz qəbləmin yanına məşq eləməyə göndərdim. İntiqam məşqinə. Qəbləmə dayılarını necə öldürmək təlimi keçmələrini tapşırmışam.
Şeyvansan, daş ürək. Sərkərdə həmişə qələbəyə önəm verir. Hal-hazırda sən mənim üçün düşmən qismindəsən. Bu düşmən xanımı elə bu dəqiqə zirzəmiyə atın və mənim növbət əmrimi gözləyin. Lənət olsun sənə, Ömər. İndi başa düşürəm ki, sənin haqqında danışılanların hamısı düz imiş. Yalnız indi Hüseyn Əhli Beytinə neynədiyini anlamağa başlayıram. Arzu eləyirəm sağ qalıb matəmində həna yaxım. Gəlinlik donu geyib şadlıq eləyim. Bu arzunu özünlə qəbrə aparacaqsan. Dayından intiqam almaq üçün anan yaxşı girovdur. O bizim evin sirlərini muxtara danışıb, o bizə xəyanət eləyib. Onu həbs eləməyə məcburuq. Mühasirəni yarıb Muxtarın evinə gedən gün onun ayaqlarını sındırıb canını almalıydın ata. Hələ də gec deyil. Mənlə gəl oğlum. Başda ata. Allah ordusundan nə xəbər var? Qıvraq və nikbindilər. Ailələrinin yanında yaxşıca istirahət eləyib, öz aylıq məvaciblərini alırlar. Qəmginsən İbrahim. Yox, qəmgin deyiləm, Muxtar. Yerlə göy arasında asılı qalmışam. Qorxuram cihad hökmü verəndə əskərləri xanımlarının ağuşundan çıxarmaq çətin olsun. İbn Mərcanə Mosulu ələ keçirib Kufəyə hücuma hazırlaşdığı bir dövrdə qoşun niyə Kufədə dincəlsin? Sualının cavabı elə sualının içində gizlənib İbrahim. Əgər sənin kimi sərkərdənin səbr kasası dolubsa, deməli düşmən səninlə mənim aramda ayrılıq salmağı arzulayır. Atam Malikin ruhuna and olsun ki, mən bir an olsun belə sənə şübhə eləmədim. Qoşun Kufədə qalırsa, deməli belə məsləhətdir. Mən sadəcə sənin çiynində olan yükün bir hissəsini götürməyə çalışıram, vəssalam. İbrahim, mən Hüseyn qatillərinə bilə-bilə macal verdim. Çünki onların bəzi avam kütlələr içərisində çoxlu tərəfdarları var. Onların iç yüzünü aşkara çıxarmaq üçün fürsət axtarırdım. Xalqın gözündə nüfuzlarının düşməsini və öz ölüm hökmlərini öz əlləri ilə möhürləmələrini gözləyirdim. Və buna nail oldum. İndi onların fikirlərinə heç düşmənlərimiz arasında da müştəri yoxdur. Amma məni daha çox narahat eləyən Şimr kimi qan içənlərin sağ qalmasıdır. Şimr kimilər nəfəs alırsa, deməli fitnə olacaq. Cəsarət eləyirəm, əmir. İraqi ərəb olar üçün cəhənnəmə çevrilsin deyə bu şeytanların başını gətirənlərə qızıl vəd verin. Əmir məsləhət bilərsə və əmirin işlərinə müdaxilə hesab edilməzsə, mən meydana çıxıb onların hamısının fitnəsini aradan qaldırmağa hazıram. Yox, İbrahim. Daha yaxşı olar ki, sən İbn Ziyad ilə döyüşə gedəsən. Allah şahiddir ki, onunla döyüşməyi hamıdan çox arzulayıram. Amma bu dövləti qorumaq üçün qalmalı və dövlət işləri ilə məşğul olmalıyam. Götür. Bu İbn Ziyad ilə cihad hökmüdür. Ehtiyatlı ol İbrahim. Şeytanla mübarizədə hər iki tərəfi kəsən qılınca ehtiyacım var. Bir tərəfi siyasət, digər tərəfi isə tədbir olmalıdır. Gətirin onu. Eşeğim! Eşeğim! Eşeğimi öldürmeyin! Yemeyin onu öldürmeyin! Səni görüm eşeğinlə bir öləsən axmağın biri. Biz gələnə qədər bunun eşeğindən müqayət olun. Gəl.
Salam olsun İbrahim ibn Malik Əşlərə. Qurban olum ağa, mənə bey eşeğimə zamin durun. Xoş gördük səni Əşlərin oğlu. Xoş gördük İbn Kamil. Xoş gördük. Cinayətkarlardandır. Şimrin nökəridir, adı da Rüstəmdir. İran mənşəlidir. Eşitdiyimə görə Kərbəlada çomaqla Vəhəbin anasının başına vuraraq həmin şir ürəkli qadını öldürmüşdü. İlahi tövbə. Sən özün gördün? Mən də Muxtarın yalançı olduğunu eşitmişəm. Sən buna inanırsan? Sən Şimrin nökərisən, ya yox? Bəli, nökəriyəm. Ağa, siz buyurun görüm. Şimrin nökəri olmaq cinayətdir. Sənin əcəb adın var. Rüstəm. Allah eləsin mərdlikdə də pəhləvan Rüstəmə oxşayasan. And olsun saqqalına Sərdar. Mənim heç bir günahım yoxdur. Eləsə narahat olmağa əsas yoxdur. Muxtarın ədalətli olması hamıya məlumdur. Get. Get və məlun Şimri tapmaqda Muxtara kömək elə. Get. Rüstəm, Şimir adlı bir divin zorla aldığı və onun icazəsi olmadan ayaq yoluna belə getməyən bir nökər idi. Su mənə haram idi müsəlman. İllərlə hamam üzü görmürdüm. Kəsəylə də halət edib yaş yerə uzanırdım. Yeməyim itin artıq idi. Çarəsizlik yüzündən Şimrin çomağı olmuşdum. Kaftara itaət eləməyə məcbur idim müsəlman. Rüstəm heç qarışqanı öldürə biləcək ürəyə də sahib deyildi. O ki qala insan ola. Mərsiyələrin qutardı. Öldürməsəz bəli. Doğrudan da sənin adın Rüstəmdir. Yox ağa. Nökərinizin adı Pişəngdir. Məlun Şimir mənə Rüstəm eşeğimi isə rəqs deyirdi. Özünün dediyinə görə bununla bizim əfsanəvi pəhləvanımızı təhqir eləmək istəyirdi. Səndən bir yerdə eşeğini də öldürsəydi, İranların üzqarası olmazdın. Şimir kimi beli qırılmış divin nökər olmaq fəxr idi. Niyə yeməyinə bir şey qatmadın? İlahi tövbə. Əbasına əl vuran kimi 7 dəfə suya çəkirdi. Əgər əlimdən bir şey alıb yesəydi, onda hə. Şəng, cinayətə məcbur olmağın səni cəzadan azad eləmir. Sən Vəhəb adlı zülmə boyun əyməyən azad bir qadının qatilisən. Həzrət Həmzənin də qatili ciyəriyən Hindin qızılla aldığı nökər idi. Mən Peyğəmbər əmsinin qatilini bağışladığı kimi səni bağışlaya bilərəm, amma bu şərtlə ki, Şimri bizə təhvil verəsən. Saqqalına qurban olum, baş üstə. Siz nökərinizi azad eləyin, mən də Şimri qolu bağlı sizə təhvil verim. Axmaq, yenə baş alladırsan? Sən and içdin ki, Şimir qoyun dərisi giyib Kufədən qaçdı. Bəs onu necə təhvil verəcəksən? İlahi tövbə, yenə and içirəm. Şimir qoyun dərisindən olan əba tikib giyərək sürünün içində qaçıb getdi. Hara getdi? Mədain yaxınlıqlarında xaraba bir kərvansarada mənimlə görüşməyə söz verib. Mən geciksəm, Şimrin izini itirəcək, yəni bir dəfəlik yoxa çıxacaq. Nə vaxta vədələşmişdi? Elə bugünə Mədainə yola düşmüşdüm ki, şəhər darvazasında məni axtararkən tanıdılar. Mən bugün ortaya qədər özümü Şimirə çatdırmasam, Şimir işinin bitdiyini anlayacaq. Bu axmağın sözünə inanmaq olmaz, əmir. Ola bilsin haramzadə Şimir bu bədbəxtə ələ verməklə rahat şəkildə qaçmağa çalışır. Əmr verin Kufənin bütün yollarını bağlasınlar. Hamını yoxlayın, hətta dörd ayaqlıları da. Əmrin fərmanı çoxdandır ki, icra olunur. Bütün yollar nəzarət altındadır. Pişəng, xəyanət etməyəcəyini necə ispat eləyə bilərsən? Nökərinizə inanmırsınızsa, mənimlə bir nəfəri göndərə bilərsiniz. Amma el adam olsun ki, Şimir onu tanımasın. Şimir it kimi iyi bilir. 10 fərsəxdən təhlükəni hiss eləyir və hər atın ayaq səsini ayırt eləyir. Nəzərinizə çatdırıram ağa, əgər məmurlarınız bizi izləyərsə, Şimri tutmaq qeyri-mümkün olacaq. Söz verirəm sizə, əgər dediklərimi eləsəz, mən Şimri qolu bağlı sizin yanınıza gətirəcəyəm. Zərbi, Bəli, ağam. Şimir səni tanıyır? İnanmıram, ağam.
Mən onu görsəm də, o məni heç vaxt görməyib. Pişənglə getməyə hazırsan? Bəli, mənim ağam. Siz canımı məndən istəyin. Çox yaxşı. Gedin görək nə edirsiniz. Baş üstə mənim ağam. Cəsarət eləyirəm əmir. Əgər məni bağışlama haqda yazılı amannamə versəz, 7 arxadan dolananıma da bəs eləyər. Sən Şimri bizə təhvil ver, mən bağışlanmaq hökmünü möhürləyərəm. Gedin. Gəl gedək. İbn Kamil, Bəli, əmir. Kiyana söylə ki, xəfiyyələri əkinçi paltarı geyinərək onları təqib eləsinlər. Baş üstə, əmir. İbn Furəsdən nə xəbər? İbn Furəs bugün Ömər Sədin evinə gedərək onunla görüşüb. Çox güman ki, Ömər Səd İbn Furəs ilə görüşdükdən sonra əhdini pozacaq. Bu saat Ömərin evinə gedib ondan mənə xəbər gətir. Baş üstə, əmir. De görüm ağan hardadır? Ağam evdə yoxdur, Sərdar. Yaxşı, bəs hara gedib? Qəbiləsinə baş çəkməyə gedib. Maraqlıdır. Ömər ibn Səd evdə oturmaqdan bezib təmiz hava almağa gedib, hə? Əmir Muxtarın hökmünə əsasən evin bütün dəlmə deşiklərini axtarın. Rəhm eləyin Sərdar. Ağam icazəsiz evi axtardığımızı bilsə hamımızı diri-diri qəbrə qoyar. Bəs bu evin xanımı hardadır? Hamı gedib, evdə heç kim yoxdur ağam. Bu ev nəzarət altındadır. Əgər bu evə bir milçə girib çıxarsa, mənim xəbərim olmalıdır. Uzunqulaq səsli ağan necə evdən çıxa bilir ki, kimsə bunu görmür. And olsun Allaha, biz günahsızıq. Bu evin başqa gizli çıxışı var? Bir bu darvazadır, bir də küçəyə baxan həmin qapı. Sərdar, burada heç kim yoxdur. Bu Allah bəndələri düz deyirlər, Sərdar. Ömər çoxdan qaçıb. Muxtarın bu tədbirinə çox heyranım. Deməli, kör sıçanı deşiyindən belə çölə çıxardı. Ömər bu addımla Muxtarın amannaməsini pozaraq özünün ölüm hökmünü möhürlədi. Bir neçə nəfər burada qalıb vəziyyətə nəzarət eləsin. Gedək. Bu nə səs idi? Pişiklərin səsidir. Pişiklərin? Sən pişik mi yolçusunun səsini eşitdin? Şüşə sınmasına bənziyirdi. Deyəsən bu səs zirzəmidən gəldi. İnanın mənə, pişik səsidir. Zirzəmiyə sıçanları yesin deyə pişik buraxmışıq. Yəqin qablardan birini sındırıb. Allah eləsin, yalanınız doğru çıxsın. Yoxsa dilinizi kəsib, qulaqlarınızdan asacam. Zirzəminin qapısını sındırın. Ömər qaçıb! Ömər qaçıb! Başını qaldır, bacı. Mənə bax. İllərdir bacı baxışlarına həsrət qaldım. Xəcalət çəkirəm, qardaş.
Düşünürdüm ki Ömər Səd səni öldürməklə mənə göz dağı verəcək. Həyatda olduğun üçün şükür eləməliyik. Mən illərlə yalancı eşqin ateşinə yanmışam, qardaş. Kör olub, şeytanın qoynuna girdiyimi görməmişəm. Şeytan balasını bətnimdə bəslədiyimi görməmişəm. Mənim südümlə böyüyən, canımın, qanımın parası olan oğlum, indi də atası ilə əlbir olub anasını öldürmək istəyir. Lənət olsun qara bəxtinə cariyə! Lənət! Bacı, taleyimizi müəyyən eləyən bizlərik. Sənin Ömərin eşqi ilə cəhcəh vurduğun günlərdə mən xoşbəxtlik quşunun sənin çiyinlərindən uçduğunu gördüm. Mənim buna qarşı çıxmağım da sənin qara bəxtini ağ günə çıxara bilmədi. Kaş başımı kəsəydin, qardaş. Kaş ki ayaqlarımı sındıraydın. Kaş ki şeytanın toy otağına girməyə icazə verməyəydin. Əgər ögey bacım olmasaydı, əgər bir anadan olsaydı, and olsun Allaha, yeri göyü bir-birinə vurub sənin evlənmənə mane olardı. Mən neynim ki, razılıqdan başqa çarəm qalmamışdı. Nə qədər cəhd elədimsə də sizə mane ola bilmədim. Niyə mənə analıq eləmədin, Dümməcan? İlahi, bizim təqsirimizdən keç. Gəl qızım, gəl. Ananın qucağında bir ömür peşmançılığın üçün göz yaşı tök. Gəl. Bilmirəm. Bəlkə də sənə həmişə rəqibimin qızı gözü ilə baxdığım üçün günah məndədir. Atan dünyadan köçən vaxt anan sənə hamilə idi. Sən dünyaya gələndən sonra anan da dünyadan köçdü. Mən Taifdə idim, sənsə Mədayində. Süd qardaşın olan oğlum Muxtarın səni qəyyumluğa götürdüyünü eşidəndə rahat oldum. Amma gərək Muxtarın kişi olduğunu və sənə analıq eləyə bilməyəcəyini nəzərə alaydım. Vah, sən Allah görürsən Ümrə. Elə danışırlar, elə bir günahkar mənəm. Bədbinliyə qapılma Nariyə. Dümmə ana özünü danlayır. Səninlə nə işi olacaq? İndi görərsən. Bütün kasa və küzələri mən bədbəxtin başında sındıracaqlar. İlahi, sən özün şahidsən ki, mən bu qıza bacardığım qədər analıq elədim. Ömərin eşqi ilə əldən gedib qəşş eləyən günləri yadından çıxıb deyəsən. Dümmə. Bəli, oğlum. İllər öncə şeytan gözə görünməz xəncəri ilə bizim bir hissəmizi bizdən ayırdı. İndiki Allahın köməyi ilə bədənimizin kəsiyi murdar qabanın əlindən xilas olub yerinə qayıtdı. Gedin illərin yarasının üstünə məlhəm qoyun. Vacib işim var ay müsəlman. Məyər bu cinayətdir? Atacan, sən nə elədiyini bilirsən? Əlbəttə oğlum. Sadəcə hamamlanmaq istəyirəm. Məyər sənə bu yerdə yuyunmağa icazə var? Yer? Hansı yer? İcazə var. Var. Dümmənin oğlu vacibi tərk eləməyi də mənə şərt qoymayıb ki, yuyunmaq mənə vacibdir oğlum.
Yuyunmaq yüngülləşməyə və yaxşı düşünməyə səbəb olar. Salam aleykum. Ömer, bu sənsən? Sən səhv salırsan. Mən Ömər deyiləm. İbn Səd. Ərəb öz tanınmış simalarını tanımırsa, ölsə yaxşıdır. Sən atanla birlikdə ərəblərin fəxriydiniz. Niyə özünü inkar eləyirsən? Lənət olsun şeytana. Qardaşım, sənin mən və şəcərəm ilə nə işin var? Dedim axı, mən Ömər deyiləm. Maraqlıdır. Bəs niyə Ömər İbn Sədə bənzəyirsən? Həddini açırsan ha. Mənim kim olmağımın, Ömər Sədə oxşamağımdan sənə nə? Gizlətməkdə haqlısan. Allah dümmənin oğlunun evini bir an qoysun. Elə bir iş görüb ki, ərəbin şərafətli insanları öz yaxınları ilə belə görüşə bilmir. Əcəb dövrdə yaşayırıq. Öz gözlərimlə gördüm ki, ərəbin iftixarlarından biri nökəri onu satmasın deyə nökəri belinə mindirmişdi. İnan mənə Ömər, inan mənə Sədin oğlu. Ay pis niyyət ərəb, mən Ömər deyiləm. Niyə bu söz o boş-boşuna girmir? Əzizlərimin canı üçün sözüm beynimə batır. Amma beynim bu kör olmuş gözlərimə inanmaya bilmir. Şahadam ki, Muxtarın əlindən qaça bilmirsən. Mən qaçmışam? Mən niyə qaçmalıyam ki? Atacan, gəl. Bura Kufə ətrafıdır. Bütün Kufəlilər Ömər İbn Səd İbn Vəqqasın Muxtarın amannaməsinə görə Kufədən xaric olmasının qadağan olduğunu bilirlər. Siz isə Kufədən kənarda yerləşən Ömərin hamamındasınız. Ömərin hamamı? Hansı Ömərin? Sən nə boş-boş danışırsan, axmaq? Səndən söz soruşan oldu ki, boş-boşuna çənə vurursan? Gəl ata, gəl gedək buradan. Doğru deyirlər. Allahın işini bilmək olmur. Ah, bir vəfa dünya. Bu kişinin bir zamanlar başı ulduzlara dəyirdi. Allaha bəndəlik eləmirdi. Gör indi nə günə düşüb. Yekəxanalığın axırı belə olur da. Atacan, heç yuyunmağın vaxtı idi. Gördün, səni tanıdılar. Nə qədər fürsət var, gəl gedək buradan. Hara gedək, dərbədər olmuş. Hara gedək, anadan yetim. Kianın xəfiyyələri hər yerə nəzarət edir, oğlum. Ey dili qafil. Mən əminəm ki, bu it oğlu İbn Furəs Muxtarın cəsusuymuş. Bizi əhdi pozmaq üçün aldatdı. Gərək biz evə qayıdıb sənin ananın könlünü alaq. Olmayacaq şey yenə oldu. Muxtar bəhanə tapmaq üçün Allah Allah deyirdi. Biz getsək də, qalsaq da, indi o amannaməsini parça-parça eləyib. Gəl gedək, Kianın puskusundan qaçmağa ümid yeri var. Qulaq as oğlum, əgər sən zirək olub özünü itirməsən, mən bu vəziyyətdən çıxış yolu taparam. Neynəməliyəm ki? Gəl oğlum. Hara? Muxtarı görmək istəyirəm. Bağışlayın, tanımadım. Mən Ömər Sədin oğluyam. Muxtarın bacısı oğlu. Aydındır. Çox qəribədir. Buyurun, dayınız sizi çoxdan gözləyir. Xoş gəlibsiz. Atam heç vaxt əhdini pozmayıb və pozmayacaq da. Biz bağ və bostana baş çəkmək üçün Kufədən çıxdıq. Bağa çatmamış, atam sizə xəbər vermədiyinə görə peşman oldu. Ona görə də məni sizə xəbər vermək üçün göndərdi. Bəs niyə özü gəlmədi? Yəqin utandığı üçün. Bəlkə də qürurundan. Siz niyə atama inanmırsınız? O başını versə də əhdi peymanından dönməz. Hal-hazırda dönüb oğlum. Bunu sizə kim deyib? Ona amannamə verdiniz. O da qəbul eləyib sizə və dövlətinizə qarşı çıxmamağa söz verdi. Bəs anan hardadır? Evdə. Əminsən? Bəli. Mən atamla evdən çıxanda evdə idi. Atanla anan mübahisə eləməyib. Niyə eləməldilər ki? Ona görə ki, atan icazəsiz evi tərk eləməməlidir.
Əcəb söz danışırsınız. Əgər biz bağ və bostana baş çəkməyə gediriksə, onlar nəyə görə mübahisə eləsinlər? İndi atan hardadır? Bağa bostana baş çəkəndən sonra evə dönəcək. Çox yaxşı. Atan gələnə qədər yanımızda qalmalısan. Yanınızda qalmağa məcburam. Bəli, məcbursan. İbn Kamil. Bəli, əmir. Bu saat Ömər İbn Sədi yanımıza çağırarsan. Əgər gəlməsə, əlini qılınca atsa, ona aman vermə. Baş üstə, əmir. Ümmü Haris! Ümmü Haris! Hansı qəbrə girmisən qadın? Burada nələr baş verib? Nəhayət ki, ilan zəhərini tökdü. Ömər, sən mühasirədəsən. Əgər yanlış addım atsan, evini başına uçuracam. Yaxşı olar ki, qılıncı təhvil verib təslim olasan. Kaşı məni tutmağa quduz əmriniz gələydi. Eybi yoxdur. Muxtarın şərafətli bir insan olduğunu nəzərə alıb, sənə onun adından söz verirəm ki, ondan döyüşmək üçün sənə şərait yaradacam ki, canını mərd-mərdanə təhvil verəsən. Bəlkə də bəxtin üzünə güldü və sən Muxtarı öldürə bildin. Biz bəxtimizi özümüz müəyyən edirik Ərəb. Mən qılıncla tanış olduğum gündən başa düşdüm ki, bu ölüm vasitəsi mənim də talimi müəyyən eləyəcək. Muxtar da bu qılıncın üzərində hakimiyyətə gəlib. Onu bilin ki, mən Muxtarı özündən də yaxşı tanıyıram. Sizin əmiriniz Muxtar həmişə mənim Ömər ibn Səd ibn Əbu Vəqqasın onun ayağına düşəcəyi günü arzuluyurdu. Səndən nə gizlədim? Mən də bütün ömrüm boyu, gecə və gündüz Muxtarın qarşımda başını aşağı salıb durduğu günü arzuluyordum. Yalnız bunu. Muxtarın qılıncı mənim qılıncımdan kəskin deyildi. Onun hiləsi mənimkindən güclü çıxdı. Mənlə Muxtarın uşaqlıq oyunu hələ bitməyib, davam eləyir. Mən öz qılıncıma Muxtarın arzusunu ürəyində qoymağı öyrətmişəm.
Qılıncının qüdrətinə inandım. Axmaqlıq eləməsəydin, Muxtarla sənin döyüşməyinə baxmağa dəyərdi. Sən ki vaxtilə Muxtarın əlinin altından çıxmısan, niyə bu ana ölmüşləri boş yerə qırğına verirsən? Yaxın gəl. Kənara çəkilin. İnna minəl mücriminə müntəqimun. Əlləri qırılsın Muxtarın. Sən və həyasız bacın atamı aldadaraq onu evdə oturmağa məhkum elədiniz. Əgər atam sənin yalançı amannamənə etimad eləməyib meydana çıxsaydı, bugün sənin başın bu teşdə onun qarşısına qoyulmuşdu. Atanın qatili öz əməlləridir, oğlum. Qana qanla cavab verərlər. Elə isə sən də ölüm intizarında ol. And içirəm ki, qalan ömrümü iddiayımı öldürmək fikri ilə yaşayacağam. İt oğlu it. Demişdim axı qanını yerə tökərəm. Uşaq. Matəminizdə gəlin paltarı geyib şadlıq eləyəcəyimi demişdim.